güclü ordunuz var idi, niyə dayandınız? Dövlət başçısı da deyib ki, biz indi azad olunan ərazilərimizi, yəni hazırda azad olan ərazilərimizi işğaldan təmizləmək üçün bu əməliyyatları icra edirdik və bu səbəbdən də artığına ehtiyacımız yoxdur. Ermənistanda belə fikirlər var ki, Azərbaycan ərazi iddiaları ilə çıxış eləyir. Amma Steve Witkoffun verdiyi bu açıqlama həm də bu ərazi iddiaları məsələsinə bir cavab olaraq dəyərləndirilə bilərmi? Bəli, çox sağ olun. Əvvəla hər kəsi mən salamlayıram. Sabahınız xeyir. Witkoffun dediyi bir daha onu göstərir ki, Azərbaycan dövlət başçısı, Azərbaycan prezidenti beynəlxalq hüquqa hörmət edir. Baxmayaraq ki, tarixi Azərbaycan torpaqları ilə bağlı biz bilirik ki, real vəziyyət nədən ibarətdir. Amma sülhsevərliyini, sülhpərvər olduğunu və gələcəyə rasional addımlarla davam etməyi bölgədəki xalqlar və dövlətlərlə istəkindədir. Və təbii ki, Donald Trump'ın həmin o oval kabinetində verdiyi sual çox məntiqli sualdır ona görə ki, ordu əgər qalibdirsə, əgər Azərbaycan və Ermənistan orduları arasında, dövlətləri arasında güc baxımından çox böyük bir fərq varsa, bu zaman bu və yaxud digər şəkildə müəyyən fikirlər insanın başına gələ bilər, beyninə gələ bilər. Biz bunu bugün yaxın şərqdəki bəzi ölkələrin timsalında görürük. Ayrı-ayrı tarixi belə nəzərə saldıqda ayrı-ayrı dövlətlər arasında olan müharibələrdə də görürdük. Amma Azərbaycan bu təxribatlara getmədi. Baxmayaraq ki, həmin təxribatlar var idi və təxribatların da arxasında bəzi dövlətlərin Cənubi Qafqazda öz maraqlarını sonradan həyata keçirməsi kimi fikirləri və istəkləri dayanırdı. İndi isə fakt ondan ibarətdir ki, artıq Vaşinqton sazişindən sonra ilk tərəfli və çox tərəfli münasibətlər formalaşmaqdadır, yeni səhifə açılmaqdadır.